28 may və Nizami metro stansiyaları arasında hərəkətin gedişi məhdudlaşdırılır. Buna münasibətiniz necədir? Pis. Pis. Mən burada ora düşmə, hara getməliyəm? Şu avtobusla getməliyəm. Düzdür, mənim sən yerim metroyla gedən, metro için orada kim qovmalar dayanır. Orada mən düşməliyəm. Mən özüm Diyada oxuyuram, İçəri şəhərdə. Mən bir nəsə problem yaratmır. Amma hal-hazırda Nizami stansiyasında oteldə işləyirəm. Ona görə də yəni bir an gəlib 28-28-dən də avtobusu dəyişirib. Gələcəm bura. Qaydanda elə. Yəni əlavə 1 manat 20 qəpik hər gün xərcim çıxır. O da universitet vaxtı düşəndə ona lap pis olacaq. Dünya təcrübəsində belə hallarda dövlət həmin avtobusları ödənişsiz edir. Bu da sərnişinlərin həm rahat istədikləri istiqamətə getməyinə şərait yaradır, həm də əlavə xərc yaratmır. Düşünürəm ki, ölkəmizdə də belə addımlar atıla bilər. Maddi cəhətdən yes belə ağır. Təsiri belə pis görsədir də. Yəni onu demək istəyirəm. Yani ki pis deyil də, indi remont gedir, yani ki ona görə inşallah az miqdarda, yəni ki düzələr, hər şey yaxşı olar. Maddi olaraq mən heç yerə getmirəm, oğlum gedir, sadəcə gəlinim gedir. Onlara görə biraz iki yerdə onlar pul ödəməlidirlər, düz deyil. Ona biraz münasibətim yaxşıdır. Mən özüm Nizami və 28 maya yaxın qalıram deyə inşaatçılarda. Ona görə çox da problem duymuram. Çünki avtobus stansiyaları çoxdur. Sadəcə mənim fikrimcə bir problem olacaq ki, hamı avtobusun yanına toplaşacaq deyə. Ona görə də talpa olacaq. Həm də mənim çox tanışlarım var, onlar uzaq stansiyalarda qalır. Onlar üçün daha problemlidir. Çünki onlar metrodan bir stansiyaya daxil olmalıdırlar, bir stansiyadan çıxmalıdırlar və o birisi avtobusu minməlidirlər. O da artıq xərcdir. Mənim cibimə görə ziyan olacaq, işə gedib gəlməyəndə gecikəcəm. Çətinlik olacaq mənim üçün işə gedib gəlməyəndə.